Dostlar salamlar, vaxtınız xeyir olsun. Deməli, bu günləri biz artıq lezing fərqli dərslərinə başlayırıq. Uzun, yəni izahlı video dərslərə YouTube üzərindən. Bu günlər biz öyrənəcəyik lezingada sırf bazı hərəkətlərini, yəni daha doğrusu bazını öyrənməyə başlayacağıq. 3 dənə hərəkət öyrənəcəyik, hansı ki, indi sizə göstərəcəm. Onları yavaş-yavaş sonra detallı şəkildə video ərzində izahını öyrənəcəyik. Deməli, birinci hərəkətimiz bizdə adlanır Çeçenski xol, yəni şarkdoşka da deyirlər. İkinci hərəkətimiz adlanır şarkladivka. Üçüncü hərəkətimiz şarkdoşka, amma yerimizdə edəcəyik onu. Başlayaq birinci hərəkətimizdən, yəni şarkdoşkanı öyrənməyə və videonu davam edək. Mən kürəyi sizə tərəf yanacam, hansı ki, sağdan solu qarışdıracaqsınız. Deməli, ilkin vəziyyətdə bizə olur sağ ayaq pəncərə üzrə yandır, pəncərə üzrə yandır, sağ ayaq. Pəncərədə çalışırıq ki, yuxarı qalırıq, pəncərə ilə yox, maksimum yuxarı qalırıq. Və hərəkət bizdə sağ ayaqla başlanır, yəni pəncərə olan ayağımızdan. Və bir saniyədə 1 qabağa atdım, 2 uyğun olaraq sol ayağımın pəncəsi gəlir qabağa, 2, 3 sol ayağımın qabağa atdım, 3 və 4 sağ ayağımın pəncəsi, 1 atdım, 2 sol pəncə, 3 atdım, 4 sağ pəncə, 1 atdım, 2 pəncə, atdım, pəncə, atdım, pəncə, atdım, pəncə. Bir də yan tərəfini göstərək. Deməli, dediyimiz kimi sağ ayaq pəncədə yanır və buradan hərəkət başlanır. 1, 2, pəncə qabağa, 3, 4, pəncə qabağa, 1, addım, 2, pəncə, 3, addım, 4, pəncə, 1, 2, 3, 4, 1, 2, 3 və 4. Hərəkət yəqin ki ayrılır və burada bir neçə nüans var, hansı onları qeyd etmək istəyirəm. Yəni, çox yeni başlayanlar bunları səhv kimi edirlər. Deməli, biz pəncədən başladıq hərəkətimizdə addımla, yəni 1, 2 yəni pəncə qoyuruq, düzdürmü? Buradan çox rast gələn səhvlərdən biri olur ki, pəncəni yaxın bura qoyulur. Yəni, bizdə belə bir qayda var ki, pəncə digər ayağın qabağına qoyulmalıdır. Yəni, bu gəlib arxada qalmalı deyil, yaxud da bunun yanında qalmalı deyil. Yəni, mən sol ayağı atıramsa, pəncəyə atıramsa, həmin pəncəni mən qoymalıyam, sağın qabağına, yəni daha qabaqda qoymalıyam. 3 atdım, yenə eyni şəkildə daha qabaqda qoymalıyam. Yəni, ayağım burada qalmır. Çox vaxt görürük ki, məsələn, 1, 2, 3, 4, 5, 7, 8, 1 olur. Yəni, bu səhv. Bizdə olmalıdır. 1, 2 qabağa, 3, 4 qabağa, 1, 2, 3, 4, 1, 2, 3, 4. İkinci səhvlərdən biri olur ki, bizdə addım atanda həm addımdan pəncədə fiksasiya olmalıdır. Yəni, 1, 2, 3, 4. Bu fiksasiya olmalıdır. Çox vaxt belə bir şey olur ki, 1, 2, 3, 4, 1, 2, 3, 4. Biz artıq addım atandan sonra 1, 2, pəncəni müharibə etməyik. Belə şey yox. 2, 3, 4. Bir yapış deyilə bəsələ. 1, 2, 3, 4. 1, 2, 3, 4. Ayaq hərəkətləri yəqin ki ayrılır. Neysə keçək, əlləri öyrənək. İlkin vəziyyətdə sol əlim sinədə yumruq şəkildə yığılmış olur və sağ əlim isə eyni şəkildə yumruqda arxada yığılmış olur. Yəni, bu şəkildə. Deməli, hərəkətimiz başlayacaq bu vəziyyətdən və bir sayında əllərimizi qabağa açdıq. 1, barmaqlar açıq şəkildə. 2-də eyni vəziyyət, sadəcə əllər fərqli şəkildə. Yəni, bir dəfə sağ gəlir sinəyə, sol arxaya. 2, 3-də yenə açdıq qabağa və 4-də eyni şəkildə sol sinədə sağ arxada.
2, 3, açtı ve 4. 1, 2, 3 ve 4. Bir dəfə də kürəyi səfərə formatını göstərəcəm. Hansı ki, siz bunu video qabağınıza qoyub, yəni mənlə bir yerdə edə bilərsiniz. Açırıq qabağa 1, 2, sağ gəldisinə ilə sol arxaya 3 açdıq, dəyişdi yerlər 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Hərəkətdə əllər arasında sadədir, yəni yadda saxlamaq çətin deyil. Sadəcə burada da bayaqki kimi, ayaqlarda olan kimi bəzi nüanslar var ki, hansı ki onlara diqqət etməliyik, həm hərəkətimiz yəni düzgün olsun, həm də ki daha effektiv görünsün. Deməli, biz buradan başlayanda birinci nüans odur ki, əllərimiz sərt və dəqiq olmalı. Yəni, bayaq necə ayaqlarda dediyi fiksasiya olmalıdır. Burada da bir, sərt şəkildə açırıq. Yəni, buradan beri açmırıq. Yığmış ilərimizi və buradan sərt şəkildə bir. Sanki biz əlimizlə nəyisə atırıq. Yəni, belə bir şey olur. 1, 2, 3, 4. 1, 2, 3 və 4. Ümumiyyətlə, bunu bir qayda olaraq yadda saxlaya bilərsiniz ki, yəni kişi partiyasında ritmikada hərəkətlər 99% hərəkətlərə vid verən bir şey, onların sərtliyi və dəqiqliyidir. Yəni, düzgün şəkildə yerinə yetirilməsidir. Diqqət etməli olduğumuz şeylərdən biri də əlimizi açanda burada bunu tam bədənimizə yapışdırıb, yəni bu şəkildə açmırıq, dar şəkildə açmırıq. Bunu çalışırıq ki, bir qədər geniş açaq, yəni bir, bu şəkildə, yəni bədənimizə yapışdırmırıq. Və bir də əlimizi açanda bunu yandan göstəreyim. Buradan əlimiz dirsəyi bu şəkildə qatlanıb qalmır. Çox adamın etdiyi səhvlərdən biridir. Yəni belə bir şey yox. Bunu tam olaraq açmamız lazım. Yəni 1, 2, 3, 4. Məncə bu qədər artıq nüanslar kifayətdir və indi çalışaq əllərimizlə ayaqlarımızı bir yerdə birləşdirib hərəkət tam şəkildə edəyik. Ayağımıza ilkin vəziyyət dediyim kimi sağ pəncə, daha doğrusu sağ ayaq pəncədə və əllər də bu şəkildəyik. Buradan hərəkətimizi başlayırıq. Yəni 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3 və 4. Və 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3 və 4. Son olaraq bunu çox asta bir templə eləyək. Artıq keçək növbət hərəkətimizə. İndi isə keçək ikinci hərəkətimizdən, yəni şarpa divqəyə. Bu da çox çətin bir hərəkət deyil, əslində sadə bir hərəkətdir, amma çox istifadə olunan, yəni bazı hərəkətlərindən biridir. Deməli, vaxt itirmədən başlayır. Hərəkət yenə bizdə başlanır sağ ayaqla ilkin vəziyyətdə dabanlarımız yaxın, yəni birləşik şəkildə sağ ayaqla hərəkətə başlayır. Sağ ayaqla qabağa addım 1, sol arxaya pəncə üzrə 2, 3, sol qaytarıq yerinə və 4, sağ qaytarıq yerinə. 1, sol qabağa, 2, pəncə, 3, qaytarıq yerinə və 4, sol qaytarıq yerinə. Yenə 1, yəni sağ ayağımızı sol paralel şəkildə qoyuruq qabağa. 2, pəncə arxaya, 3, qaytarıq və 4 qaytarıq. İndi son 1, qabağa, 2, arxaya, pəncə, 3 və 4 qaytarıq. 1, 2, 3, 4. 1, 2, 3, 4. Və burada pəncəyə
Yani biz 1, 2 eləmirik. Yani ayağımız düz olmur. Ayağımızı dizden getirir. Yani bu ayak katlanmış vaziyette olur. 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3 ve 4. Evet. Bir sayında ellerini açıram. 1, yani elimin içi tavana bakır açıq şəkildə. 2 də sağ əlim qalır yerində, sol əlim gəlir sinəyə. 2, 3 də yenə açıram eyni şəkildə. 4 də yerində yığıram, yumruq şəklində 4. 1 açdım. 2, bu dəfə sağ əlim gəlir sinəyə, sol qalır yerində. 3 yenə açdım. 4 yerində yığdım. 1 açdım. 2, 3, 4, 1, 2, 3 ve 4. Yani 1, 2, 3, 4, 5, 6, 7 ve 8. Ve artık elleri təsəvvürlədiyimiz üçün başlayaq əllərimizlə ayaqlarımızı bir yerdə birləşdirək, hərəkəti tam şəkildə eləyək. Deməli, durduq bu vəziyyətdə və bundan başlayırıq. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6, 7, 8. Hazır. 3, 4, 1, 2, 3, 4, 5, 6, 7, 8. Və dostlar, nəhayət ki gəldi çatdıq sonuncu hərəkətimizə. Yəni şaptoçka yerindəyim, yerimizə gedəcəyik. Bu hərəkət bizdə birinci hərəkətimizdə, yəni çeçenski xoda şaptoçkaya oxşardı. Sadəcə müəyyən bir nüanslar var ki, orada fərqlənir. Deməli, hərəkət bizdə başlayanda yenə də eyni şəkildə çeçenski xodda olduğu kimi, standart şaptoçkada olduğu kimi başlayırıq sağ ayaqdan və pəncədən hərəkət başlanır. Yəni bu şəkildə bu vəziyyətdə dururuq və buradan başlayırıq. Sadəcə burada nüans nədir? Biz klasik variantda, yəni şaptoçkanı eləyəndə qabağa gedirdik. Bizə bu dəqiqə lazımdır ki, biz qabağa getməyək, yerimizdə qalaq. Yəni, biz necə ki, bayaqları 1, 2, pəncəni qabağa atırdıqsa, 3, 4, pəncəni qabağa atırdıqsa və bunun hesabını biz qabağa gedirdik. İndi bizə lazımdır ki, biz yerimizdə qalaq. Ona görə də biz hərəkət eləyəndə burada addım, pəncəni atanda bunu qabağa yox, arxaya edəcəyik. Gördüyünüz kimi bizdə ilkin vəziyyətdə də artıq pəncə qabaqda yox, yəni davamla eyni yerdə, yəni hətta davam arxasında. Buradan hərəkət başlanır. 1 addım, 2 sol ayağına, pəncə. Amma pəncə burada bizdə arxada olur. Yəni 3 addım, 4 pəncə. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6, 7, 8. Gördüğünüz gibi biz artık bu hərəkətdə nə qabağa, nə də arxaya getmirik, yerimizdə qalır. İndi isə gələk əllərə. Deməli, bu hərəkətdə 2 dənə əl variantı göstərəcəm. Hansı ki, ən çox istifadə olunan əl variantları bunlardır. Başlayaq birinci variantdan. Birinci variantda bizdə olur. Əllərimiz arxaya yumruq şəklində yığılmış bu vəziyyətdə və buradan hərəkət başlanır. 1 açdın qabağa, 1 sayında, 2 sayında hər iki əlimiz sinədə yumruq şəklində yığılır. 2, 3 sayında yenə açdın qabağa, 3 və 4-də yenə ilkin vəziyyətə əllər qayıdır, arxada yığılır. 1 də 1 sayında açdın, 2 də yığırıq sinədə, 3 də yenə açırıq
və 4-də ilkin vəziyyətə qayıdırlar. 4 arxada yolu. Bir daha 1 2 3 4 1 2 3 və 4. Yəni 1 2 3 4 1 2 3 və 4. Bu belə. İkinci variantımız isə daha sadə deyərdim. Burada yenə də ilkin vəziyyətdə bizdə olur əllərimiz arxada bu şəkildə yayılmış yumruqda və bir sayında əllərimiz açılır qabaqda, yəni əlim baxır yəni tavana, əl açıq şəkildə. 2-də əlimi yığıram bu yumruqda, yerində qalırma yumruq. 3 açdım, 4-də yenə yumruqda yığıram. Yəni 1 2 3 4 1 2 3 4. Bunu da bir dənə ayaqlarını birləşdirib eləyək və artıq videomuzda nəzərdə tutduğumuz dərsliyimiz yekunlaşmış olacaq. Yəni bu şəkildə bu vəziyyətdən başlayırıq. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 və 4. Bugün öyrəndiyimiz bütün hərəkətləri bir kombinasiya şəklində ardıcıl olaraq yerinə yetirəcəyik. 3 4 Belə dostlar, artıq video dərsimizin sonuna gəldik, çatdıq. Ümid edirəm ki, bu dərsi bir çoxları üçün faydalı olar, yeni başlayanlar olsun, sadəcə həvəsi olan adamlar olsun, evdə məşğul olmaq üçün kifayət qədər bir yaxşı material əldə etdilər. Bu video əsasında bazı hərəkətləri öyrənə bilərlər. Sizdən ricam olacaq ki, videonu bəyəndinizsə like atmağı unutmayın, bəyənmədinizsə dislike atın, amma bunun səbəbini mütləq şərtlərdə qeyd edin. Əlavə olaraq, əgər istədiyiniz bir hərəkət varsa, öyrənmək istədiniz, onlar da qeyd edə bilərsiniz, göndərə bilərsiniz də sosial şəbəkələrdən. Çalışacağım ki, növbəti videolarda bu hərəkətləri də nəzərə alıb, onlara uyğunda dərsliklər, ətraflı dərsliklər çəkin. Amma əgər Bakıda yaşayırsınızsa, siz zalınıza yaxınlaşa bilərsiniz, əgər dərs